Salam değerli müəllimlər. Biz Time Trial 25, yəni 25-ci Time sınağının 21-ci sualı ilə davam edirik. Əvvəlki videomuzda 1-dən 20-yə kimi izah vermişdim. İndi 21-dən başlayırıq. Convert the following sentence from the quoted speech into the reported one. Deməli, vasitəsiz tamamlıqdır. Vasitəsiz tamamlıq məsələsi. Please don't venture into the forest alone, Sarah said Mark. Mark dedi. Sarah, zəhmət olmasa meşəyə təkcə getməyə risk etmə. Variantlara baxaq. Davam edirik. Mark cautioned Sarah not to venture into the forest alone. Mark Sarah'ı meşəyə yalnız getmək haqqında cautioned, yəni ona xəbərdarlıq etdi. Bəli, düzgün cavabımız bu olacaq. Çünki o meşəyə tək getməsin deyə onu təkrar demiş, uyarırdı. Digər variantlara yenə baxaq. Mark requested, tələb edirdi. Xeyr, burada heç bir tələb yoxdur. Sadəcə olaraq said sözü var. Request sözünü ona görə verə bilmərik. Ordered, əmr etmir. Əmr olsa ask olardı və yaxud da başqa söz olardı bu yerdə. Xeyr, Mark suggested, təklif etdi. Təklif etmir axı. Onu elə bir ki, daha çox bu işi etməməyi məsləhət görür. Declare, xeyr, əmr etmir. Mark cautioned Sarah not to venture. Baxın, diqqətli olun, vasitəsiz tamamlığa çevirəndə və don't sözü, yəni əmr cümləsi not to deyə çevrilməlidir. Buna da diqqətli olun. 22-ci suala baxaq. 22-ci sualı shortslarda, qısa videolarda izah etdim. Yəni də burada da izahını verim. Tax ətraflı izah istəyirsə shortslardan izləyə bilərsiniz. Tax vergidir, wage maaşdır, salary də maaşdır, fair isə ödənişdir. Variantlara baxaq. The total amount of money that an employee is paid every year to do their job or one of the payments they receive each month as part of this. Deməli, illik alınan pul və hər ay pulun bir hissəsi verilir. Bu salary, yadınızda saxlayın. Aylıq aldığımız maaş salary gedir. İkinciyə baxırıq. An amount of money paid to the government that's based on your income and the cost of goods or services you have bought. Baxın, based on sözünə diqqətli olun. Əsaslanmaq deməkdir. Aldığın gəlirdən income isə gəlirdir. Gəlir müəyyən bir hissəsini dövlətə qaytarırsansa bu vergidir. 1. 2'ye baxırıq. Nə pis yazıldı. Bir dəqiqə. Biri biraz sərgəli yazaq. 2'ye baxırıq. The money that you pay for a journey in a vehicle such as a bus or train. Avtobus və qatar kimi nəqliyyatlarda ödədiyin pul ödənişdir. 4C. 5'e baxırıq. An amount of money that's paid to an employer special for each hour worked. İşlədiyin hər saat üçün aldığın pul. Günəmuz işləyirsənsə, məsələn, və yaxud da saat hesabı işləyirsənsə, bu zaman aldığın məvacib wage adlanır. Deməli, variantlara baxaq. 1B, 2, 5 niyə yazmışam mən? 2, danışa səhv yazıram. 1B, 2D, 3A, 4C. Bəli, 23'e baxırıq. Find the correctly inverted sentence. Düzgün inversiya olmuş cümləni seçməliyik. Baxırıq. Circumstances should never lead to disclosing that information to anyone. Burada heç bir problem yoxdur. Cümlə olduğu kimi verilib. Yəni, nəql cümlə kimi də inversiya görmürük. İkinci cümləyə baxırıq. B'yə baxırıq. Under no circumstances, yadınızda saxlayın. Under no circumstances başlayan cümlələrdə inversiya var. Should you, görürsünüz? You should yox, should you verib. C'də under no should circumstances belə ola bilməz. Should under no circumstances olmaz. Should disclose you that olmaz. Under no circumstances birləşməsi yadınızda saxlayın. Heç bir halda sən informasiyanı disclose etməməlisin, yəni atmamalısın. 24'e baxırıq. Which of the following sentence is grammatically wrong? Qrammatik cəhətdən səhv olan cümləni istəyir. Deməli, the painting in the living room needs to be done by a professional.
Qonaq otağındakı boyalar professional tərəfindən boyanmalıdır. Düzgündür, heç bir səhv yoxdur. Səhv axtarırıq. She needed have been concerned about the presentation. It went perfectly. Yox. Düzgündür. Burada heç bir səhv yoxdur. C-yə baxırıq. The kitchen needs being cleaned after last night's dinner party. Needs being cleaned. Səhvdir. Baxın, digər cümlələrdə daha çox düzgün variantlar var və onlara baxıb düzgün variantın hansı olduğunu seçə bilərsiniz. C səhvdir. There is no need for additional supplies. We have everything we require. Düzgündür. You needn't wash the dishes. I'll take care of them. Düzgündür. Cevabımız C bəndə olacaq. Oy, mən niyə bunu qalarım? 25'e baxaq. Find out the correct exclamatory sentence. Düzgün nida cümləsini seçirik. How remarkably talented our young paintist is playing such intricate compositions with ease. Bəli, bu cümlədə heç bir problem yoxdur. Yanınızda saxlayın. How, sizə gərək sifət, sizə gərək isim, cümlənin arzuluğu belə geçməlidir. B-yə baxırıq. How remarkably our talented young pianist is. Yox, our söz orada olmamalıydı. Səhvdir. How talented, remarkably our young pianist. Talented, remarkably yox, remarkably talented. How remarkable. Ümumiyyətlə bir şey yanınızda saxlayın ki, iki sifət yanaşı gələ bilməz. Əvvəl və yaxud da sifət sonra zərf olmaz. Zərf isə gərək sifətdir. Baxın, remarkable zərfdir, sifət isə ondan sonra gəlir. Digər hallarda səhvdir variant. 26'ya baxırıq. Which of the options with the conjunction completes the given sentence correctly? Verilən cümlələri hansı daha çox düzgün bağlayıcı işlər, hansı bağlayıcı daha düzgün yerinə uyğun gələr. Has the sun set, baxın, burada inversiya var, diqqətli olun inversiya. The night sky was illuminated by a breathtaking display of fireworks, marking the grand final of the festival. Deməli, bura nə verək? Hardly then olmur, barely then olmur, no sooner before deyə bir şey yoxdur. Not sooner than olardı, when yox. Cevabımız bir bəndi. Sadəcə olaraq bağlayıcıların ardıcılığını bilsəz, düzgün bağlayıcını bilərsiniz. Scarce, when, diqqətli olun. Ümumiyyətlə, bağlayıcı mövzusuna diqqətli olun. Həmişə imtihana mütləq şəkildə bağlayıcıdan bir sualımız düşür. Mix imtihandan sertifikasiyada. Yəni, sertifikasiyada narahat olmayın. Mən keçən sertifikasiyada oldum. Ümid edirəm ki, bu ildə olacaq. 30 asan sual olur sertifikasiyada. Çünki 30 bal yığmaq üçün kifayət qədər yaşlı müəllimlərimiz var ki, o 30 balı yığmaq üçün, onlara dəstək üçün 30 bal sayda sual salınır. Yəni, hamı eyni səviyyədə deyil. Tək yaşlı müəllimləri demirəm. Ümumiyyətlə, elə gənc müəllimlərimiz də var ki, yəni onları dəstək üçün 30 sualda problem olmur. Demək olar ki, 10 sual orta, 10 sual isə çətin salınır. Yəni asanlıqla, yəni sertifikasiyanı qorxmaya ehtiyac yoxdur. Asanlıqla 30 asan sual yazıb siz limiti keçə bilərsiniz. Yəni mən özüm sertifikasiyada iştirak etmiş biri olaraq bunu sizə deyirəm. Yəni bu dərəcədə sertifikasiya səhvən düşmür. Sertifikasiyadan qorxmayın. Ancaq MİQ bu səviyyəli olur. MİQ-ə diqqətli olun. Which of the options with the determinants completes the given sentence correctly? Deməli, determiner seçirik. Yəni determiner artikellar və yaxud da əvəzliklər. Stephen Karch. Baxırıq. An American heart disease expert believes that Napoleon, deməli Stephen Karch, Amerikanın ürək xəstəlikləri eksperti believes, inanırdı. Nəyə inanırdı? Görək nəyə inanırdı. That Napoleon was killed by his own doctors. Napoleon öz həkimi tərəfindən öldürülüb. According to Karch's theory, Karch'ın nəzəriyyəsinə əsasən, the day before Napoleon's death, he was given a massive amount of mercury chloride, a chemical once given to patients with heart disease. Deməli, ölümündən əvvəl, cavabımız Sibənlə uyğun gəlir. Bunu qeyd edək, sonra tərcüməyə keçək. Ölümündən əvvəl ona bir dərman verilir və bu dərman xlorid, merkür xlorid və bu dərhal ürək xəstəliyini
Bu elə bir dərman ki, ürək xəstəliyi olan insanlara verilir. C-bəndi. 28-ə baxırıq. Which of the following options present the most appropriate order of adjectives? Adjektivə də diqqətli olun. Həmişə imtahana düşür. Neçə illərdir bu düşür. 1-2-11 sinif proqramında var və buna görə də adjektiv həmişə düşən bir şeydir. Deməli, ardıcılığa baxırıq. Düzdür, müxtəlif cür ardıcılıqlar verilir. Dosaskomp verilir. Mən ən çox Dosascomp'un tərəfindəyəm. Determiner, opinion, size, shape, color, material sonda olur. Yəni buna diqqətli olun. Yenə də variantlara baxaq. Burada sadəcə olaraq ardıcılığı əzbərləsəz, asanlıqla yazacaqsınız. The old abandoned house was rumored to be haunted. Bəli, old abandoned. Diqqətli olun, gördünüz, ardıcılıq belə olmalıdır. She wore a really beautiful dress to the party. She wore a beautiful red dress olmalıydı. Baxın, dedim, opinion əvvəldə gəlməlidir. Gözəl opiniondur, fikirdir. Kimə görəsə gözəl ola bilər, kimə görəsə çirkin ola bilər. Ona görə o əvvəldə olur. İkincisi də a new fictional interesting book yox. A new interesting fictional book. Yəni də dediyim interesting sözü də opiniondur, fikirdir və əvvəldə gəlməlidir. He ordered a pepperoni large tasty pizza. A large pepperoni. A tasty, birinci yerində tasty gəlməlidir. The white tiny fluffy kitten. The white fluffy tiny kitten olmalıydı. 29'a baxırıq. Which option with the prepositions completes a given sentence most appropriately? Hansı daha çox verilmiş sözə uyğundur? Sözünlər deyir. The pouring rain. Pouring rain axan yağışdır, güclü yağışlar. Baxın, 2 gündür Gəncədə güclü yağışlar yağır. I walked. Mən gəzirəm. Harda gəzir? 10 fut olar yəqin ki. Through the modified system to reach the bəli, despite the pouring rain, yağan yağışa baxmayaraq mən piyada gəzirəm palçıqlı sahələri və yaxınlıqdakı fermaya təhlükəsiz çatmağı müəyyənləşdirmişəm. Qəti qərar qəbul etmişəm ki, oraya sağlam təhlükəsiz. Which of the following options completes the sentence correctly? The teacher was sure that. Deməli, cümləni tamamlamalıyıq. Müəllim əmin idi. Nəyə əmindir? Baxaq. He can't have completed the entire project overnight. It was simply too expensive. O bu proyekti tamamilə completed bitirə bilməz. Çünki o çox, it was simply çox genişdir sadəcə olaraq. Bu cümlə uyğun gəlir. Yəni digər variantlara baxaq. He must have completed the entire project overnight. It was simply too extensive. Must have completed the entire. Əgər genişsə niyə onu mütləq şəkildə yerinə yetirə bilsin? He can't complete the entire project overnight. It was simply too extensive. Genişsə niyə? Can't. Əmin idi ki, keçmişlik yoxdur axı burada. He should have completed the entire project overnight. It was simply too should have completed. Geniş olan şey niyə asanlıqla eləsin ki? It was supposed to complete the entire. It was simply too extensive. Yox. Eyvən, bəndə tərcüməyə diqqətli olun. 31'ə baxırıq. In which option is the given sentence converted into the active voice correctly? Active voice çevrilən passive active voice məsələsi məchul növdür. Baxırıq. A Kevlar, a textile that is used to produce bulletproof vests by manufacturers, is stronger than steel. Deməli, active voice çevirməliyik. Kevlar tekstili manufacturerlar, yəni istehsalçılar tərəfindən istehsal olunan ən güclü mistir, steeldir, materialdır yəni. İndi biz bunu active voice çevirməliyik. Kevlar, a textile that manufacturer used to produce bulletproof vests is stronger than steel. Bəli, bəndir. Digər variantlara yenə də baxaq. A textile that bulletproof vests are produced. Yenə də məchulun var, biz active çevirməliyik.
Kevlar a textile that manufacturers used niye? Axı indiki zamana baxın. Kevlar a textile uses manufacturers to produce sonu verməyib, fiili verməyib. A textile that Kevlar uses to produce pollution waste by manufacture is niye by manufacture sözünü təzdən veririk ki, yenidən verməyə tez yoxdur. 32-yə baxıq. Which of the options completes a given sentence correctly? Hansı verilmiş cümləni tamamlayır? Baxaq. Over the years, awareness of the importance of recycling and reducing waste had raised significantly in our community. Over the years varsa bilin ki bitmiş zaman olacaq və illərlə bu davam edir. Geçmiş bitmiş verməliyik. The price of real estate in the city was risen steadily due to high demand and limited supply. Bəli, was risen. Burada isə məchulunu verməliyik. Cavab İbəndi. 30-a baxaq. Best equivalent istəyir. Promote, yüksəlmək. Vəzifədə, işdə yüksəlməkdir. Promote. The suggested way is to promote historically important buildings for the future. Important sözü isə vacibdir. Vacibin sinonimi crucialdır. Bəli, encourage və crucial. 34-də baxırıq. Which options are the right pairs of synonyms? Hansı düzgün sinonimlərin sinonimlərdir? Skeptic, doubter, bəli, ikisi də şübhəli deməkdir. Şübhəçil deyirlər. Hər şeydən şübhələn adam. Absorb, absorpsiya. Comprehend də başa düşməkdir, bəli. 1-2 pesticide, vermin olmaz. Digest, həzm, eject, kənarlaşdırmaq, xeyr. Davam edək. 35-ə baxırıq. Which of the following options presents the correct order of adverbs? Düzgün zərf ardıcılığına baxırıq. She typed quickly the report. Yox. She types the report quickly this afternoon. She typed at her desk. She typed at her desk the report quickly this afternoon. Bəli, İbəndi. O öz reportunu tezliklə günorta type etdi, yazdı yəni. Yox, she types the report quickly. Yox, Dibəndi. Dibəndi. She types the report quickly. Reportu tezliklə report at her desk. At her desk axırda olmalı. Bəli, Dibəndi. 36-ya baxırıq. Find out the correct sentence with possessive cases of nouns. İsmi yəlik hal, düzgün ismi yəlik halına baxırıq. Are Maria and John's house. Baxın, ismi yəlik hal deyirsə buna diqqətli olun. Həmişə qarışıq salır müəllimlərimiz. Elə abiturientlərdə də olur bu. House isimdir və təkdədir. Təkdədirsə bura niyə ar veririk? Maria və John'ın evi. Əgər hər ikisinin evi olsaydı Maria'ya da bir S verərdik və house cəmdə olardı. B'yə baxırıq. Is Maria and John's friend? Düzgündür, John'ın dostu və Maria Bibəndi. C'yə baxırıq. Have Maria and John's cat been found? Has verək də, çünki isim təkdədir axı. Did the car of Maria's and John's neighbor break down? Neighbors olmalıdır, çünki ikisində də apostrof verib. Has Maria's and John's child? Maria və John'ın uşağı. Maria'nın ayrı uşağı, John'ın ayrı uşağı olsaydı bura child cəmdə olardı. Görə bu variantı səhvdir. O C-yə baxırıq. Which options present the correct object clause? Object clause nədir? Əlbəttə ki, tamamlıq budaq cümləsi. Düzgün tamamlıq budaq cümləsini tapırıq. How we took natural resources for granted is obvious. Bizim təbii resurslarımızı hafifə almaq deyir türklər. Azərbaycanda bu nədir? Yəni, barmaq arası baxmaq, necə də açıq-aşkardır. Nə? Baxın, bu subjectdir. Mürəkkəb, mübtədə budaq cümləsi, sorry. Bu subjectdir.
B-yə baxırıq. The fact is, how quickly he adapts to new challenges. The fact is, fakt budur ki, nədir? Bu isə xəbərdir. Predicative, I never realized how lucky I was to have a job. Mən heç vaxt düşünə bilmirəm. Realize, başa düşə bilmirəm. Nəyi başa düşə bilmirəm? Mənim necə də uğurlu oldum. She sang the song how it was meant to be sung. O mahnını oxudu. O necə də gözəl bir mahnı oxudu. Təyin budaq cümləsi song how. The way she solved the puzzle. Puzzle-ı solve etmək. Puzzle-ı həll etmək yolu. Nəyin yolu? Bu da necə yol, nə yolu? Təyin budaq cümləsi. Bəndə getdi. 38-ə baxırıq. Which of the options with modal verbs is grammatically correct? Modal feillərdən hansı daha düzgündür? Qrammatik cəhətdən səhvdir, səhv istəyir. I used to eat cereal for breakfast every morning. Every morning düzgündür. Mən hər səhər cereal, sıyıq yeyirdim. Düzgündür. It is likely to rain tomorrow, so you should bring an umbrella. Belə görünür ki, sabah yağış yağacaq, sən öz çətirini götürsən yaxşı olar. Düzgündür. She was able to finish her homework before dinner. Bəli, to be able to, düzgündür. We are supposed to arrive at the meeting at 9 a.m. Düzgündür. He is unwilling to sharing. Why to sharing? To share olardı. Unwilling, sharing, səhvdir. Camımız ibəndidir, indi səhv gedirdim. O sox'a baxır. Which of the following options best complex a conditional mode? Conditional mode istəyir bizdən. Hansı düzgündür? Suppose that varsa yadınızı saxlayın. You were given olacaq. The opportunity to travel back in time to any historical period. Where and when would you choose to go? Sibəndi. Would have chosen olmaz. Would choose olmaz. Would choose olar. Were to give olmaz orada. Would be given değil. Cevabı sibəndi. 40'a baxırıq. Which of the following options completes a given sentence most appropriately? Düzgün olan əvəzi istəyir. Whales generally come up to breathe 15 minutes. But whale'lər, balinalar nəfəs alır hər 15 dəqiqədən bir deyərəkdə. Hər 15 dəqiqədən bir. Every 15 minutes. But some can hold its breath for up to an hour for a single dive. Neynədim. Deməli, some can hold their bibəndə. Bəziləri isə öz nəfəsini tuta bilirlər. Bibəndə. Bu qədər. Suallarınız olarsa şərhlərə yaza bilərsiniz. Əgər bu tipli testlərin izahının davamını gəlməyini istəyirsə, kanalımızı like edib, abunə olmağı unutmayın. Şərhlərdə görüşərik. Hələlik.